Salam, mən Doktor Sahil. Bugün çalışacağıq ki, obstruktiv yuxu apnoesi ilə bağlı müasir elmdə bütün əsas məlumatları əhatə edək. Təqdimatın əvvəlində açıqlama olaraq qeyd edim ki, heç bir farmakoloji şirkətin məhsulu və ya heç bir klinika bu təqdimatda nə açıq, nə gizli yolla reklam olunmur. Bu təqdimatda ümumi tibbi biliklərlə yanaşı, Houston 6-cı illik insult 360 konferansının materialları istifadə olunmuşdur. Gəlin əvvəlcə yuxu apnoesinin nə demək olduğunu xatırlayaq. Apnoe və ya apne və ya apnea yuxuda tənəffüsün dayanması deməkdir. Burada ilk növbədə ən çox rast gəlinən növ obstruktiv yuxu apnoesidir. Tənəffüs yollarının ətrafındakı yumşaq toxumalar, dil, yumşaq damaq yuxu zamanı boşalaraq, mexaniki olaraq hava yolunu bağlaması nəticəsində yaranır. Mərkəzi yuxu apnoesi isə fiziki tıxanma deyil, beyinlə tənəffüs əzələləri arasındakı əlaqənin pozulması ilə bağlıdır. Səbəblər adətən ürək çaşmazlığı, bəzən insult və bəzi dərman preparatlarının təsiri nəticəsində yaranır. Kompleks, qarışıq yuxu apnoesi dedikdə isə bəzi xəstələrdə həm obstruktiv, həm də mərkəzi apne elementlərinin eyni vaxtda müşahidə olunması nəzərdə tutulur. Praktikada xüsusiyyəti budur ki, çox vaxt xəstəyə obstruktiv yuxu apnoesi diaqnozu qoyulur və CPAP, müsbət təzyiqli hava müalicəsinə başlanılır. Lakin hava yolu mexaniki olaraq açılsa da, mərkəzi idarəetmə ilə bağlı olaraq tənəffüs dayanmaları hələ də davam edir. Bu fenomen həm də müalicə ilə əlaqəli mərkəzi apnoedə adlanır. Rezidual, yəni qalıq apnedə ayırd edilir. Bu müalicə prosesində olan xəstələrdə rast gəlinən bir termindir. Mahiyyəti, yəni adekvat müalicəyə başlanılıb, məsələn CPAP istifadəsi və yaxud cərrahi əməliyyat, lakin xəstədə hələ də saatda 5-dən çox tənəffüs dayanmaları qeyd edilir. Bu, cihazın təzyiqinin düzgün tənzimlənməməsi və ya digər yanaşı xəstəliklərlə bağlı ola bilər. 2023-cü ildə Amerika Yuxu Təbabəti Akademiyası yuxu pozulmalarının beynəlxalq təsnifatının yenilənmiş 3-cü versiyasını dərc etdirdi. Və burada diaqnostik meyarlara əsasən obstruktiv yuxu apnesi, yuxu zamanı yuxarı tənəffüs yollarının tam və ya qismən daralması, oksigen desaturasiyası və yuxu oyanmaları ilə xarakterizə olunan bir tənəffüs pozuntusudur. Yaxşı, nə üçün həkimlər, terapevtlər, kardioloqlar, endokrinoloqlar, pulmonoloqlar və xüsusilə nevroloqlar tərəfindən obstruktiv yuxu apnoesi diqqətə alınmalıdır. Məsələ onun gizli təhlükələri, sistem fəsadları olması səbəbindəndir. Hipertoniya belə xəstələrdə 2,89 dəfə daha çox qeyd olunur və xüsusilə rezistent hipertenziya hallarının bir qismi obstruktiv yuxu apnoesi ilə əlaqədardır. Ürək çaşmazlığı nisbi riski 2,38-dir və həmçinin kardioloji tədqiqatlar da göstərmişdir ki, koronar arteriya xəstəliyi olan xəstələrdə yüksək mortalitet və mənfi kardioloji hadisələrin sayı daha çoxdur. Endokrinoloqlar isə tədqiqatlar göstərmişdir ki, bu şəxslərdə insulin rezistentliyi və şəkərli diabet halları daha sıx qeyd edilir. Xüsusilə nevrologiyaya nəzər yetirdikdə, bu xəstəlik nəticəsində baş verən kognitiv pozulmalar, yorğunluq, gündüz yuxuluğu nəticəsində avtoqəzaların sayında 2,5 dəfə artım qeyd edilir. Amma tək o deyil. Obstruktiv yuxu apnoesi və insult arasında 2 qat risk və qüsurlu həlqə mövcuddur. Obstruktiv yuxu apnoesi insult riskini 2,24 dəfə artırır. Post-insult xəstələrində isə obstruktiv yuxu apnoesinin yayılması müxtəlif tədqiqatlara əsasən 38-74% arasındadır.
İnsultun kəskin fazasında pasientlərdə tez-tez Cheyne-Stokes tipli, tənəffüsi tipli mərkəzi yuxu apnesi yaranır. Amma adətən 3 ay sonra nevroloji bərpa getdikcə mərkəzi apne azalır və yerini yenidən obstruktiv yuxu apnesinə verilir. CPAP müalicəsinin növbəti kardiovaskulyar hadisələrin qarşısı alınmasında effektiv olması barəsində tədqiqatlar da mövcuddur. Obstruktiv yuxu apnesi və epilepsiya arasında da qüsurla iki tərəfli əlaqə mövcuddur. Belə ki, ümumiyyətlə epilepsiya pasientlərinin təxminən 40%-də obstruktiv yuxu apnesi müşahidə olunur. Və obstruktiv yuxu apnesinin yaratdığı yuxu məhrumiyyətləri neyronal oyanıqlığı, qıcıqlanma artırır və nəticədə epileptik tutmaların sayı da yüksəlir. Eyni zamanda antiepileptik dərmanların bəziləri çəki artımına səbəb olur, eləcə də tənəffüs yollarının dinamikasına da təsir göstərərək obstruktiv yuxu apnesini pisləşdirə bilir. Həmçinin vaqal sinir stimulyasiyası da mövcud obstruktiv yuxu apnesini ağırlaşdıra bilir. Bununla yanaşı qeyd etmək lazımdır ki, SUDEP riski də kəskin yüksəlir. SUDEP, Sudden Unexpected Death in Epilepsy. Epilepsiyada qəfil, gözlənilməz ölüm riski. Və bu əlaqələrə görə nevroloqlar tərəfindən də obstruktiv yuxu apnesinə xüsusi diqqət ayrılması mütləqdir. Gəlin bir klinik hala diqqət edək. Şərti olaraq ad Məlahət xanım olsun qoy. Pasient 42 yaşlı qadındır, ixtisası müəllimədir. Əsas şikayəti 6 aydır ki, davam edən, bütün günü çəkən xroniki yorğunluqdur. Səhərlər adətən alnında baş ağrıları olur. Yuxuya getmə və yuxunu qoruma problemləri də qeyd edilunur. Həyat yoldaşının deməsinə görə xoruldama da qeyd edilir. Obyektiv müayinədə bədən kütləsi indeksi 35-dir, yəni xəstədə piyələnmə qeyd edilir. Baş, gözlər, lor orqanları, ürək, ağciyər müayinələri normaldır. Qanda TSH normaldır. Psixoloji statusa görə QAD-2 şkalası, təşviş və ya depressiya meyarları qeyd edilmir. Bütün rutin analizlər verilib və normal göstəricilər qeyd edilmişdir. Lakin xəstə yorğundur. Gizli səbəb nə ola bilər? Həkim müayinələrə əsasən bu xəstədə obstruktiv yuxu apnesi barədə düşünür. Gəlin indi biz bir yerdə terminlərə diqqət edək. Apne və ya apnoe tənəffüsün ən azı 10 saniyə müddətinə tam dayanması deməkdir. Yəni ventilyasiya kəsilir. Hipopneya hava axınının ən azından 10 saniyə müddətindən ən azından 30% azalması və ya oksigen saturasiyasının ən azından 4% düşməsi deməkdir. RERA, Respiratory Effort Related Arousal, apne və ya hipopne meyarlarına tam cavab verməyən, lakin tənəffüs cəhdi nəticəsində yuxudan oyanmaya səbəb olan hadisələr nəzərdə tutulur. AHI, yaxud biz desək AHI, apne hipopne indeksi. 1 saatlıq yuxu ərzində baş verən apne və hipopnelerin cəmidir. RDI, Respiratory Disturbance Index, respirator pozulma indeksi. 1 saatlıq yuxu ərzində apne, hipopne və RERA'ların ümumi sayıdır. Beynəlxalq təsnifata əsasən diaqnoz üçün aşağıdakı meyarlardan biri ödənilməlidir. Meyar A+B. Klinik simptomlar yuxululuq, xoruldama, boğulma hissi var və obyektiv instrumental müayinələrdə, yəni polisomnografiya və HCAT müayinələrində AHI və ya RDI-ların sayının 5 və ya daha çox olması. Meyar C isə ondan ibarətdir ki, simptomlardan asılı olmayaraq obyektiv testlərdə AHI və ya RDI-ların sayının 15 və ya daha çox olması. Təsnifata əsasən AHI və RDI-ların sayına əsasən
Obstruktiv yuxu apnoesinin şiddət dərəcəsi 3 hissəyə bölünür. Say 5-14 arasında olduqda yüngül, 15-29 arasında olduqda orta, 30 və daha çox yüksək olduqda isə ağır dərəcəli sayılır. RDI, RDI ya RDE sizə necə rahat elə deyin, mən elə bil ki, burada iki dildə birləşdirərək RDI kimi demişəm. Amma yəni necə istəyirsiniz, o formada da siz tələffüz edə bilərsiniz. Yaxşı, gəlin indi epidemioloji faktlara baxaq, risk faktorlarına baxaq. Kimlər risk altındadır? Çəki ən güclü risk faktorudur. Çəkidə 10% artım obstruktiv yuxu apnoesində 6 dəfə riskin yüksəlməsi deməkdir. Kişilər 2-3 dəfə daha çox olmaqla daha çox obstruktiv yuxu apnoesi olma riskinə malikdir. Yaş və hormonal status rol oynayır. Ümumilikdə postmenopauzal qadınlarda premenopauzaya nisbətən risk 4 dəfə çoxdur. Həmçinin üz çənə anatomiyası da rol oynayır. Xüsusilə çənə kiçik olan şəxslər, hətta onlarda çəkiləri az da olsa, boyun çevrələri kiçik də olsa, obstruktiv yuxu apnoesi riskinə əsas səbəb ola bilər. Premenopauza və postmenopauza ilə bağlı onu demək mümkündür ki, tədqiqatlar göstərilmişdir ki, postmenopauzal qadınlarda ən azı yüngül apnoya sahib olma riski 2,5 dəfə daha çoxdur. Orta və ağır dərəcəli apnoya sahib olma riski isə 3,5 dəfə daha çoxdur. Ümumiyyətlə, obstruktiv yuxu apnoesinin iki əsas mexanizmi anatomik olaraq udlaq hava yollarının daralması və yüksək çökmə ehtimalı eyni zamanda qeyri-anatomik fizioloji səbəblərlə, yəni udlaq genişləndirici əzələlərin funksiyasının zəifləməsi və aşağı tənəffüs oyanma astanası, bu iki mexanizmin birləşməsi obstruktiv yuxu apnoesinə səbəb olur. Uşaqlarda bir haşiyə olaraq qeyd edim ki, obstruktiv yuxu apnoesinin səbəbləri böyüklərdən fərqlənə bilir. Onlarda əsasən adenotonzilyar hipertrofiya ilə əlaqədardır və kraniofacial anomaliyalarda daha üstünlük təşkil edir. Müalicə edilmədikdə kognitiv problemlər, diqqət dağınıqlığı qeyd olunur və ADHD, yəni diqqət əksikliyi, hiperreaktivlik pozğunluğu ilə qarışdırıla bilir, həmçinin ürək-damar sistemi problemlərinə də yol aça bilir. Gəlin, klinik mənzərəyə diqqət edək, simptomlar nə əhəmiyyət daşıyır? Ən çox rast gəlinən simptomlar xroniki yorğunluq və gündüz yuxululuğudur. Həmçinin depressiv simptomlar da qeyd edilə bilir. Yuxululuq nəticəsində kognitiv zəifləmə, yaddaş və icra edici funksiyalar da qeyd oluna bilir. Bir məsələni qeyd etmək lazımdır ki, düzdür, obstruktiv yuxu apnoesində xoruldama qeyd olunur, amma bütün xoruldayan, gecə xoruldaması qeyd olunan şəxslərdə obstruktiv yuxu apnoesi var demək deyil. Ümumiyyətlə, obstruktiv yuxu apnoesi və xoruldama ilə bağlı olan əlaqəni bir spektr şəklində qeyd etmək lazımdır. Yəni, xoruldama müəyyən qədər hava yolunda maneənin olması deməkdir. Amma o maneənin o qədər çox olması lazımdır ki, o spektrdə artıq obstruksiya qeyd olunsun və apnoya, ventilyasiyanın dayanması qeyd olunsun. Və bayaq o təsdiqatda terminlərdə də qeyd etdiyimiz kimi, o epizodların sayı da həmin obstruktiv yuxu apnoesinin ağırlıq dərəcəsini göstərir və bu spektrin ən yüksək səviyyəsi deməkdir. Obyektiv müayinə zamanı təbii ki, fiziki göstəricilərə diqqət etməliyik. Piylənmə və çünki boyun çevrəsinin enli göstəricisinin artması obstruktiv yuxu apnoesinə əlaqəlidir. Xəstələrin 50% hipertoniyadan əziyyət çəkir və obstruktiv yuxu apnoesi bir daha qeyd edək ki, rezistent hipertoniyanın əsas səbəblərindən biridir. Üst tənəffüs yollarının daralması əlamətlərinə diqqət eləməliyik, yəni
Bəzi insanlarda dil daha böyükdür, tonzillər hipertrofiya qeyd edilə bilir. Bəzi insanlarda dilçək daha uzun və daha böyük qeyd oluna bilir və burun obstruksiyası əlamətləri də qeyd oluna bilir. Modifikasiya edilmiş mallompati təsnifatı anesteziologiyada intubasiya çətinliyini öyrənmək üçün tətbiq edilir. Çox asan buna qiymət vermək olar. Əgər kimsə ağzını açdıqda onun dilçəyi tam görünmürsə və ya ümumiyyətlə heç yumşaq damaq görünmür, yalnız sərt damaq görünürsə, bu adamlarda artıq yüksək obstruktiv yuxu apneosi riski barəsində düşünmək mümkündür. Amerika Yuxu Təbibati Akademiyası diaqnostikanı yaxşılaşdırmaq və sürətləndirmək məqsədi ilə skrininq üçün şübhəli hallarda stop-bang alətini tövsiyə edir. Bu əslində burada simptomlar və fiziki göstəricilərin ingilis dilində adlarının baş hərfini təmsil edir. Xoruldama dedikdə uca səsli xoruldama nəzərdə tutulur. Elə xoruldama ki, qapı arxasından artıq eşidilə bilir. Yorğunluq, gündüz həddən artıq yorğunluq və yaxud yuxulluq nəzərdə tutulur. Tənəffüsün müşahidə olunan dayanması və ya boğulması, arterial hipertenziyadan əziyyət çəkmək və yaxud anamnezdə arterial hipertenziyanın olması və ya preparat qəbul edilməsi, bədən çəki indeksinin 35 kiloqram kvadrat metrdən yüksək olması, başqa sözlə ikinci dərəcəli piyələnmə, yaşın 50-dən çox olması, boyun çevrəsi ölçüsünün kişilərdə 43 sm-dən, qadınlarda isə 40,5 sm-dən çox olması və kişi cinsinə mənsubiyyət. Bunların hər biri müsbət olduqda 1 bal təşkil edir və əgər yekun bal 3 və daha çox olarsa, obstruktiv yuxu apnesi üçün həssaslıq 87% təşkil edir. Bir anlığa dayanaq. Yaşı 50-dən çox olan, piyələnməsi olan kişi. Ətrafımızda baxsaq və hətta tanıdığımız insanlar arasında nə qədər risk altında olan belə şəxslər mövcuddur. Yəni, bu o deməkdir ki, obstruktiv yuxu apnesi, belə deyək, report ediləndən, şikayət ediləndən daha çox yayılmışdır. Digər bir yardımcı alət Berlin anketidir. Burada isə 10 sual istifadə olunur bu anketdə və burada xoruldama barəsində, müşahidə edilən apnelər barəsində, yuxulluq, qan təzyiqi və bədən çəkisi indeksi barəsində müəyyən suallar qeyd olunur. Bu anketin fərqi ondan ibarətdir ki, daha spesifikdir. Yəni, burada artıq müsbət olarsa, bu şəxsdə obstruktiv yuxu apne həqiqətən olması ehtimalı daha yüksəkdir. Amma fərq etməz. Daha yüksək spesifik olsa da Berlin anketi və ya daha sensitiv olsa da stop-bang aləti, bunların heç biri tək başına olaraq mütləq şəkildə obstruktiv yuxu apnesini təsdiqləmək üçün kifayət deyil. Bir məsələni burada amma qeyd edək ki, stop-bangdə bal nə qədər yüksək olarsa, spesifiklik 90%-ə yüksəlir. Amma yenə də təsdiqləmək üçün instrumental müayinələr lazımdır. Qızıl standart təbii ki, laboratoriya, yuxu laboratoriyası şəraitində polisonografiya müayinəsidir. Başqa sözlə, klinikada aparılır və burada çox kanallı sensorlar vasitəsilə hava axını, tənəffüs cəhdləri, saturasiya, elektroensefalografiya, elektrookulografiya, elektromiografiya, EKG və video monitorinq aparılır. Bütün dərəcələri müəyyən etmək üçün idealdır və dəqiq titrasiya tələb oluna bilər. Burada məhdudiyyətlər təbii ki, hamı bilir ki, yüksək maliyyə dəyəridir və həmçinin xəstə tərəfdən də məhdudiyyət qeyri-təbii mühitin olmasıdır, xəstənin narahat yatmasıdır. Əslində, bu müayinəyə heç bir əks göstəriş yoxdur. Tip 2, bu slayda qeyd etməsəm də, tip 2 ev şəraitində aparılan, həkimin nəzarəti olmadan, EEG daxil olmaqla, lakin EKG olmadan aparılan yuxu müayinəsidir. Yəni, faktiki olaraq nisbətən azalmış kanallı yuxu müayinəsidir. Son zamanlar ümumiyyətlə kifayət qədər az tətbiq olunur. Ona görə də demək olar ki, bu ikinci tip müayinə populyarlıqdan çıxmışdır. Üçüncü tip müayinə ev şəraitində
apnoe testi adlanan müayinə. Burada yenə EEG yoxdur. Yalnız burada ürək döyüntüsü, hava axını, puls oksimetriya, tənəffüs cəhdləri 4-6 kanal vasitəsilə öyrənilir və yalnız klinik şübhə yüksək olan pasientlərin diaqnozunu təsdiqləmək üçün bu müayinə aparıla bilər. Yəni, Amerika Yuxu Tələbəti Akademiyası məsləhət görür ki, skrining üçün bu test aparılmasın. Buna səbəb həm də odur ki, elektroensefografiya olmadığı üçün obstruktiv yuxu apnea şiddətini AHI olduğundan daha aşağı göstərməyə meyillidir. Həmçinin bu müayinə üçün əksəsörişlər də mövcuddur. Bura mərkəzi yuxu apneası riskinə görə ürək çaşmazlığı, kəskin insult, neyroəzələ xəstəlikləri, ağır yuxusuzluq, narkolepsiya və parasomniya aiddir. Həmçinin ECSAT hələlik ki, pediatrik populyasiyada validasiya olunmayıb, amma yeniyetmələrlə bağlı tədqiqatlar davam etməkdədir. Yəqin ki, yaxın illərdə bu barədə məlumatlar dərc olunacaqdır. Dördüncü tip cihazlar fotopletizmografiya üsuluna əsaslanıb, başqa sözlə, optik üsulla qan həcminin dəyişməsi, periferik arterial tonun, nəbz dalğalarının dəyişməsini öyrənir və bu cihazlar yuxu apnesi olduqda simpatik sinir sisteminin oyanması hesabına bu dəyişiklikləri qeydə ala bilir. Bunların içərisində ən populyarı WatchPad adlanır, lakin Amerika Yuxu Tələbəti Akademiyası tövsiyə edir ki, hələlik bu cihazların diaqnostik dəyəri tam müəyyənləşdirilmədiyi üçün ehtiyatla və seçilmiş adlı hallarda istifadə olunmalıdır. Gəlin Məlahət xanımın hekayəsinin davamına qulaq asaq. Məlahət xanım polisomnografiya müayinəsi olunur. Polisomnografiya müayinəsi zamanı yan üstə uzandıqda AHI sayı 2, arxası üstə uzandıqda isə, yatdıqda isə AHI sayı 15 qeyd olunmuşdur. Yəni, 1 saat ərzində apnea, hipopnea epizodlarının sayı. Buna əsasən, müalicə həkimi Məlahət xanıma yuxu gigiyenası prinsiplərini izah edir, çəki azaltması barədə məsləhətlərini verir və həmçinin məsləhət görür ki, yan tərəfdə yatmaq üçün slaydda sağ tərəfdəki şəkildə göstərilən formada rüksaklardan, xüsusi rüksaklardan və ya xüsusi yastıqlardan istifadə etsin. Xəstə 6 aydan sonra təkrar müayinəyə gəlir. Təkrar müayinədə artıq xeyli dərəcədə yorğunluğunun azaldığını qeyd edir. Xəstə arıqlayıb və xəstə də xoşbəxtdir, həkim də xoşbəxtdir. Demək, Məlahət xanıma təyin edilən diaqnoz pozisiya ilə əlaqəli obstruktiv yuxu apnoesi olmuşdur və ona görə də məhz həyat tərzi modifikasiyası və xüsusi yatma texnikası ona tövsiyə edilmişdir. Göründüyü kimi də bu tədbirlər effekt vermişdir. Sağ tərəfdəki şəkildə yan üstə yatmaq üçün, yan üstə yatmağı stabil saxlamaq üçün xüsusi rüksaklardır və onlayn platformalardan sifariş edib əlbəttə ki, Azərbaycana da gətirmək mümkündür. Elə Məlahət xanım ilə əlaqəli klinik halın arxasınca gəlin obstruktiv yuxu apnoesinin müalicəsi barəsində danışaq. İlk müdaxilə hər bir halda həyat tərzi dəyişikliyidir. Yuxu gigiyenası, yuxudan əvvəl spirtli içkilərin və yaxud hipnotik preparatların qəbulu dayandırılması, bu halda əzələ tonusu azalmayacaq və obstruksiya pisləşməyəcək. Amma ən effektiv ilkin addım, xüsusilə piylənməsi olan şəxslərdə bədən çəkisinin azaldılmasıdır. Çünki bədən çəkisində 10% azalma obstruktiv yuxu apnoesi epizodlarında 25-30% azalmaya səbəb ola bilir. Yəni, faktiki olaraq orta səviyyəli, orta dərəcəli obstruktiv yuxu apnoesi məsələn halı olduqda, bu artıq yüngül dərəcəli obstruktiv yuxu apnoesi halına keçə bilər və ya ümumiyyətlə aradan qalxa bilər. Siqaretin tərk edilməsi, atılması, hava yollarının iltihabı və ödəmin azalması üçün mütləq bir şərtdir. Son 40 ildə ümumiyyətlə müalicə alqoritmi piramidaya bənzətsək, bu piramidanın əsası həmişə baza olaraq bütün xəstələr üçün həyat tərzi modifikasiyası olubsa,
onun yuxarı mərhələləri bir qayda olaraq mexaniki yolla hava yolunun genişlənməsini yuxu zamanı təmin etmək olub. Və burada birinci xətt müalicə qızıl standart CPAP davamlı müsbət hava yolu təzyiqi olmuşdur. Alternativ terapiya kimi isə ağız aparatları yüngül və orta obstruktiv yuxu apnoesi üçün istifadə edilmişdir və edilir. Bunlar CPAP müalicəsinə dözə bilməyənlər üçün bir seçimdir və son çarə artıq ən ağır hallarda heç nə effekt vermədikdə maksilofasial irəliləmiş müalicələr, çənə sümüyü üzərində əməliyyatlar və ən sonda isə traxeotomiya bir son çarə vasitəsi kimi istifadə edilir. Yəni 40 il idi ki, obstruktiv yuxu apnoesinin müalicəsinin əsasını və ümumiyyətlə müalicənin özünü mexaniki tədbirlər təşkil edirdi və belə demək mümkünsə köklü dəyişiklik 2024-cü ilin dekabrında baş verdi. Amerika FDA agentliyi ilk dəfə olaraq obstruktiv yuxu apnoesinin müalicəsi üçün bir preparatı təsdiq etdi. Söhbət tirzepatiddən gedir. Bu GLP-GIP modulyatoru sayılır və bu preparatla bağlı aparılan klinik sınaqlar müsbət nəticələr göstərdi. Faktiki olaraq pi toxumasının azalması, arıqlama, ahində 50-52% orta miqdarda azalma qeyd olunmuşdur. Əlbəttə, burada əsas praktik çətinlik yüksək qiymətdir və sığorta təminatının olmamasıdır. Lakin gələcəkdə bu dərmanların istifadəsi güman ki, daha ucuz olacaq, daha rahat olacaq və bu digər xəstəliklərlə yanaşı obstruktiv yuxu apnesinin müalicəsində də böyük bir addım deməkdir. Gəlin bu müalicə metodları barəsində bir qədər daha ətraflı danışaq. CPAP terapiyası birinci dərəcəli müalicədir. Xüsusilə ağır yuxu apnoesi, obstruktiv yuxu apnoesi hallarında vazkeçilməz müalicədir. Yuxarı tənəffüs yollarının pnevmatik olaraq açıq saxlayır, yüksək effektivliyə malikdir, lakin pasientlərin istifadə uyğunluğu, adherence adətən aşağıdır. Yəni, adətən pasientlər bu müalicəni dözmürlər, xoşlamırlar və gecəlik ortalama 3,5-4,2 saat istifadə edirlər. Daha sonra bezirlər, çıxarırlar. Mandibulyar irəliləyiş cihazları demək mümkündürsə, oral appliances, alt çənəni irəli çəkərək anatomik sahəni genişləndirir və CPAP-a nisbətən daha yüksək adherence malik olsa da, daha yüksək uyğunluğa malik olsa da, effektivliyi xüsusilə ağır hallarda daha azdır. Son illər hipoglossal sinir stimulyasiyası geniş vüsət almaqdadır. Dilin hərəkətini tənzimləyən Inspire və Genio cihazları istifadəyə verilmişdir. Daha doğrusu, ilk olaraq Inspire cihazı geniş istifadə olunmaqdadır. 5 ildən artıq sürən STAR sınağında 5 illik təqibdə AHI indeksində orta hesabda 70% azalma qeyd olunmuşdur. Və bir klinik yenilik olaraq FDA, yəni Amerika Ərzaq Dərman Nəzarət Agentliyi 2023-cü ildə bu neyrostimulyasiya üçün bədən çəkisi indeksi limitini artıq 40-a qədər artırmışdır. Və həmçinin 2023-cü ildə 13-18 yaşlı Down sindromlu pediatrik belə deyək, populyasiya üçün də FDA tərəfindən təsdiq edilmişdir. Bununla yanaşı qeyd etmək lazımdır ki, 2025-ci ilin avqustunda artıq FDA Genio cihazının da müalicəsini təsdiq etmişdir. Sadəcə olaraq Genio cihazı bədən çəkisi indeksi 35 və daha aşağı olan şəxslərdə tövsiyə olunur. Bunun cihazın da belə şəxslərdə yüksək effektivliyi qeyd olunmuşdur. Həmçinin bu cihazın üstünlüyü açıq aydındır da. Çox rahat bir cihazdır, kiçik bir cihazdır. Kiçik bir kəsik aparılır çənənin altında və o kəsik aparıldıqdan sonra implant qoyulur, stimulə edici implant. Daha sonra isə stiker üzərindən gecə yatmazdan qabaq yapışdırılır. 8-9 saatlıq effekti var və
tənəffüs yolu qapandıqda dilin protruziyası bunun vasitəsilə təmin edilir. İstifadəyə bu mənada xəstələr tərəfindən də bu mənada yüksək qiymətləndirilir. Yəqin ki, gələcək bu tipli portativ, çox asan görünən, çox asan istifadəsi rahat olan cihazlarladır. Əgər ümumiyyətlə birləşdirsək, farmakoloji terapiyada belə bir yeniliyin olması, həmçinin neyrostimulyasiyada belə yeniliklərin olması onu göstərir ki, artıq obstruktiv yuxu apnoesi əvvəllər olduğu kimi çətin müalicə olunan patologiyalardan artıq rahat, həm diaqnostikası rahat, həm də idarə edilməsi rahat olan bir vəziyyətə gəlib dönməkdədir və sadəcə necə deyirlər, artıq yalnız və yalnız bir qədər pul lazımdır. Yəni bu patologiyanı idarə etmək üçün bu yeniliklər təbii ki, maddi vəsait tələb edir. Bir məsələni qeyd edim. Yəqin ki, fikir vermisinizsə, mən slaydları çalışıram ki, oxumayım və zaman intervalı ərzində əlavə məlumatlar verməyə də çalışıram. Amma bu slayd, yekun slayd, düşünürəm ki, elə bu prezentasiyanın nüvəsidir, ürəyidir. Demək, son zamanlar bütün təbabətin sahələrində olduğu kimi, yuxu təbabəti də pasiyent mərkəzdə olmaqla, pasiyentin istəkləri, onun arzuları mərkəzdə olmaqla yanaşmaya üstünlük verməkdədir və diqqət etsək, bu halda artıq yuxu təbabəti qeyd olunur ki, fenotipik hədəfi nəzərə almaq lazımdır. Yəni, təxminən xəstələri 3 qrupa bu halda ayırmaq mümkündür. Bir qrup xəstələr yüksək, əlbəttə bu şərtidir bu qrupa ayırmaq. Əsas məsələ odur ki, fenotipik hədəf müəyyənləşsin, xəstəlik və xəstə tipi müəyyənləşsin. Bir qrup hədəf məhz yüksək bədən kütləsi indeksinə malik olan şəxslərdir. Onlarda ağır metabolik sindrom var, ağır metabolik pozulma var və bu şəxslərə adətən daha çox farmakoloji yanaşmaya üstünlük verilməkdədir. Söhbət tirzepatit preparatından gedir və bu bir əsas terapevtik silah olması daha çox tövsiyə ediləndir. Digər qrup xəstələr bu cür metabolik ağır yükə malik deyirlər, lakin onlarda obstruktiv yuxu apnoesi qeyd olunsa da, mexaniki vasitələr istifadə olunsa da, ya dözmürlər, ya istifadə etmək istəmirlər, CPAP-a ümumiyyətlə dözmürlər. Bu şəxslərə görünür ki, fizioloji metodlar, neyromodulyatorlar daha məqsədə uyğundur və bunun üçün hipoglossal neyrostimulyasiya aparatları istifadə olunması daha məqsədə uyğundur. Digər qrup xəstələr isə onlar daha çox obstruktiv yuxu apnoesinin ağır dərəcələri ilə olanlardır. Görünür ki, onlara birinci nömrə seçim CPAP üsuludur. Əgər dözmürlərsə, oral aparatlar və ya cərrahiyyə istifadə oluna bilər. Və beləliklə, güman edirəm ki, bugünkü prezentasiya faydalı oldu. Hamınıza təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.